Uşaqlar Dünyası təqdim edir. Məstanə Sadəqiyəm və bugün Azərbaycanın ən gözəl nağıllarının biri Ağıllı Qız və Tənbəl Əhmədi sizə oxuyacağam. Bu nağıl Səməd Behrəncinin ən gözəl nağıllarındandır ki, sizin gözəl baxışlarınıza təqdim olacaq. Ağıllı Qız və Tənbəl Əhməd. Biri var idi, biri yox idi. Bir padişahın vəziri var idi. Padişaha yaman darıxan hal idi, amma vəziri səbirli və dünya görmüş qocaydı. Bir gün padişah ovdan qaydanda yolda bir qıçı axsaq, bir gözü kor qarıya rast gəldi. Qarıya yazıqlığı gəlib çağırdı, ona pul vermək istədi. Dedi, ay qarı, dağlarda nə gəzirsən, işin peşən nədir? Dedi, mənim peşəm ev tikmək, ev yıxmaqdır. Padişah dedi, sən nəsən, ev tikib ev yıxansan? Qarı dedi, bala, sən hələ bilmirsən ki, arvad yıxmayan ev min il tikili qalar. Padişah bu sözdən xoşu gəlmədi. Vəzir dedi, qibləyi aləm sağ olsun, arvad düz deyir. Padişah dedi, yox, yalan deyir. Padişahın 3 gözəl qızı var idi. Qızların başına yığdı və böyük qıza dedi, bala, de görüm, evi arvad tikər ya kişi? Böyük qız dedi, əlbəttə kişi. Padişah orta qızdan da soruşdu, sən de görüm, evi arvad tikər ya kişi? Ortancı qız da dedi, ata, arvad nədir ki, onun tikdiyi ev nə ola? Əlbəttə ki, kişi tikər. Padişah bu dəfə kiçik qızdan soruşdu ki, qızım, bəs sən nə deyirsən? Kiçik qız dedi, ata, evi arvad tikər. Bu söz padişaha yaman toxunub, dedi ki, nədən ki belə oldu? Səni evsiz, eşiksiz, lütün birinə verəcəyəm. Ondan sonra baxaq görək, sən necə ev tikəcəksən? Şəhərin lap kənarında qara bir qocanın tənbəl oğlu var idi. Adına Tənbəl Əhməd deyərdilər. Əhməd o qədər aciz idi ki, heç yerindən tərpənmək istəməzdi. Padişah qoca qarını çağırıb, dedi ki, qarı, mən kiçik qızımı sənin oğluna verirəm, apar, onu da get. Qarı dedi, ay padişah, təsəddüqün olum, sənin qızın hara, mənim oğlum hara? Oğlumun əynində bir paltar var, çıxartsan canı çıxar. Yeməyə bir tikə çörəyi yoxdur, oğlum o qızı nə cür saxlar? Padişah dedi, qarı, sənin işin olmasın, apar qızım verdin sənin oğluna. Qarı körpeşman qızı yanına salıb, getdilər evlərinə. Əhvalatı oğluna dedilər. Əhməd bu işə lap məəttəl qalıb. Qız evə gələndən sonra baxıb gördü ki, Əhməd o qədər ərincəkdir ki, heç yerindən tərpənmək istəmir. Çörəyi də elə yatdığı yerdə yeyir. Odur ki, padişahın qızı süfrəni evin lap yuxarı başında saldı. Əhmədi çağırdı ki, mənim payımı gətirin yerimdə yeyim. Qız razı olmadı. Əhməd gördü ki, acından öləcək. Əlazı kəsilib sürünə-sürünə qırağına gəldi. Qız hər gün evin yuxarı başını salıb Əhmədi ora çağırardı. Bir neçə gündən sonra Əhməd day özü durub gedirdi süfrə başına. Qız gördü, Əhməd qoçaqlaşıb. Bu dəfə süfrəni bağçada göy otun üstünə saldı. Əhmədi çağırdı. Əhməd cinə getmək istəmədi. Qız gedib, itəliyə Əhmədi süfrə başına gətirdi. Əhməd çörəyi yeyib, genə getdi evə. Belə-belə qız hər gün süfrəni həyətdə salıb Əhməd ora aparırdı. Aradan bir neçə gün keçəndən sonra padişahın qızı Əhmədi küçəyə aparmaq istədi. Əhməd girdəkanı və fındığı çox sevərdi. Qız qapıya girdəkan, fındıq tökdü, Əhmədi küçəyə çağırdı. Və dedi ki, ay mitilin biri, evdə oturub nə edirsən? Əhməd bir təhər durub, fındıqları, cəvizləri yığışdıra, düz küçə qapısına çıxdı. Bu vaxt küçədə qudu-qudu oynadırdılar. Əhmədin xoşu gəlib, biraz da gedib qudu-quduya baxdı. Sonra qayıdıb evə gəldi. Padişahın qızı elə ki gördü Əhməd küçəyə çıxmaq öyrəndi, başladı. Gərək gedib işləyəsən. Əhməd dedi, axı mən nə iş görüm?
Qız dedi, sən çıx küçəyə, denə ki, iş gördürən, iş gördürən. Kim sənə yaxınlaşıb bir söz desə, get o sənə iş gördürsün. Əhməd bir təhər küçəyə çıxartdı. Əhməd yolun ortasında orada hərdən bir ay iş gördürən deyirdi. Birdən bir kişi gəlib Əhmədə dedi, oğul mənim bir bağım var, gəl onu belə hər gün sənə bir şaha pul verim. Əhməd kişinin yanına düşüb getdi. Axşama qədər onun bağında yer belədi. Bir şahasını alıb gəldi. Yolda gördü ki, pişik satırlar. Bir şahasını verib pişiyi aldı. Əhməd evə gələndə padişah qızı dedi, Əhməd, nə qazandın? Əhməd dedi, bir şahı qazanmışdım, onu da verdim bir pişik aldım. Qız dedi, Əhməd, sən sabahdan səfərə çıxıb gəzəsən. Əhməd dedi, mən nə cür səfərə gedə bilərəm axı? Qız dedi, sabah gedərsən bazara, yolun qırağında dayanıb gözləyərsən. Görəcəksən ki, dəvə karvanları gəlirlər. Gedib karvan başına deyərsən ki, məni də öz-özlə aparsınlar, yolda sizə kömək edərəm. Onda onlar razı olarlar, pəs qoşulub gedərsən. Səhər açılıb, Əhməd qız dediyi kimin elədi. Gedib yolun kənarında gözlədi. Gördü ki, dəvə karvanları gəlir. Gedib karvan başına dedi, məni də öz-özlə aparırsınız. Karvan başı dedi, apararam, mən göydə adam axtarırdım, indi yerdə əlimə düşdü. Demə karvan başı, karvan qabağında belə bir adam aparırmış. Yolda bir səhralıq var idi. Oradan keçəndə karvanın suyu tamam qurtulmuşdu. Həmin səhrada bir quyu var idi. Karvanbaşı yanında aparan adamı bu quyuya salırdı və o oradan su çəkirdi və sonra adamı geytərirmiş. Karvanbaşı Əhmədi özü ilə götürür, yola düşürlər. Az gedib, çox da yandılar. Çox gedib, az da yandılar. Dağlar aşıb, sular keçdilər. Gəlib həmin səhraya çatdılar. Suları tamam qurtulmuşdu. Adamlar, dəvələr susuzlarından yanırdılar. Karvanbaşı Əhmədə dedi, bala, gəl səni salaq quyuya, sən biraz bizə su çək. Əhmədin heç nədən xəbəri olmayıb, gəlib quyu başına. Belinə ip bağlayıb saldılar quyuya. Əhməd quyunun tərkinə yetişib, kəndiri açıb, bir xeyli getdikdən sonra bir çaya rast gəldi. Tuluqlarını doldurub payladı ki, çəksinlər üstə. Elə tuluqları təzə çəkmişdilər ki, birdən nərilti qopdu. Əhmədin az qaldı bağırı çatlasın. Bir də gördü, başı üstə bir bədheybət dev durub. Dev nə dev? Boynu minarə, qolları çinar ağacı, buynuzları tizə kimi, 7 başlı, hər bir qolunda 7 dəyərman daşı. At dodağı yeri süpürür, üst dodağı göyü süpürür, ağzı dəyərman kürəyi. Əhməd istədi qaça, gördü ki, yox, olan iş deyir, qaçmağa yeri yoxdur. Dev dedi, ey bəni adam, bura quş gəlsə qanat salar. İndi sənin ətini qaşıqcan, sümüyünü aşıqcan eləyəcəm. Hara qaçmaq istəyirsən? Gəl dalımcan, səndən bir söz soruşacam. Əgər cavab verə bilsən, səninlə işim yox. Cavab verəməsən, onda ölməlisən. Belə Əhməd qorxusundan tut yarpağı kimin əsə-əsə devin dalıca gedib bir qəsrə çatdılar. Qəsr nə qəsr, hər yeri zər zivər, otaqlar qoş-doşlu, ləl-cəvahiratdan dop dolu. Bir cahu cəlal var ki, adamın ağzı açıq qalır. Dev otaqdan otağa keçib 39 qapı açdı, 40-cında dayandı. İçəridə bir qızın məcmeyidəki yaşlı qurbağa baxıb dedi, ey bəni insan, de görüm dünyada ən gözəl nədir? Əhməd dedi, ən gözəl könül sevəndir. Bu söz devin xoşuna gəldi. Çün özü həman qurbağanı sevirdi. Dev Əhmədi öldürməyib və ona bir nar, bir cirdəkan bağışladı. Əhməd devdən ayrılıb düz gəldi quyunun dibinə. Nə qədər səsləndi, harayına çatan olmadı.
Çünki karvan köçüb getmişdi. Sənə kimdən deyim? Pişikdən. Əhməd karvanla yola çıxanda onu da özü ilə götürmüşdü. Elə ki Əhməd quyuda qaldı, karvan yola düşdü, pişik quyunun başından əl çəkmədi. Quyunun qırağında o yan bu yana, bu yandan o yana gedib miyoldanırdı. Bir gün, bir gecə orada dayandı. Səhər tezdən uzaqdan bir karvan gəlirdi. Karvan gəlib quyunun yanına keçəndə karvan başı gördü ki, bir pişik quyunun başında özünü ələk-vələk eləyir. Karvan başı quyunun yanına gəlib gördü ki, səs gəlir. Ay yoldan keçən, məni quyudan çıxardın. Karvan başı yoldaşlarını çağırdı. Kəndir salıb Əhmədi quyudan çıxartdılar. Əhməd başına gələn gəz-o-qədəri seylədi. Sonra karvanlar birlikdə gedib bir şəhərə çatdılar və bir evə qonaq oldular. Axşam çağı süfrə salınıb, yeməklər otaya qoyulduqdan sonra ev yiyəsinin ki uşağı çox idi, gəlib hər bir uşaq bir toxmaq alıb onların başları üstün kəsdilər. Karvandakılar belə fikir elədilər ki, onlar istəyirlər, onları öldürsünlər. Ona görə karvan başı dedi: "Qardaşlar, əgər siz bizləri ölmək istəyirsiniz, bari çörək yemədən öldürün. Ta çörək yemədən canımızı qurtarsın. Bu nə ədadır ki, çörək verib öldürürsüz?" Ev yiyəsi dedi: "Biz sizi öldürmək fikrində deyiliz. Qoyun ortalığa çörək tökülsün. Onda görün ondan sonra ki, biz nəyi gözləyirik?" Çörək salandan həman birdən-birə sıçanların tökülməyi haman. O qədər sıçan töküldü ki, bir damcı çörək qalmadı. Sən denə toxmaqları elə ondan ötür saxlamışdılar. Amma hər nə toxmaqla sıçanları vururdular, 5-10 sıçandan çox öldürə bilmədilər. Sıçanlar da qaçıb yuvalarına girdilər. Karvançılar lap şaşqın qalmışdılar ki, birdən Əhməd ev yiyəsinə dedi: "Qardaş, məgər sizdə pişik yoxdur ki, gətirib bunları qovalasınlar?" Ev yiyəsi dedi: "Pişik nədir? Bizim yerdə elə bir şey yox." Əhməd gördü ki, bunlarda pişik yox. Ona görə də gedib öz pişiyini gətirdi. Tazadan yemək gətirdilər. Əhməd pişiyi evə buraxdı. Sıçanlar bocalardan çıxan zaman pişik birini burada, birini orada basmarladı. Hamısını boğub öldürdü. Ev yiyəsi bu işə lap heyran qalmışdı. Budur ki, Əhməd ilə danışdı ki, pişiyin dəvə yükü dolu qızılla dəyişsinlər. Əhməd bunların hamısını dəvələrə yüklədi və evinə sarı yolladı. Özü də hər yerə yetişdiyi zaman orada da biraz alver eləyib çoxlu pul qazandı. Sonra pulları və qızılları tapşırdı karvan başına, ta onları evinə qaytarsınlar. Bunları burada qoyaq, sizə kimdən xəbər verim? Padişahın kiçik qızından. Qız da qızılları alan zaman gedib bazardan bir neçə bənna və bir çox əmələ tutub bir 7 mərtəbə imarət tikdiyinə başladı. Bir imarət oldu ki, padişahın imarəti bunun yanında dəxməyə oxşuyurdu. Qız Əhmədin göndərdiyi narı bölüb yemək istəyən zaman gördü ki, doludur ləl cəvahir ilə. Xeyli zamandan sonra Əhməd səfərdən dönüb evinə qayıtdı. Öz evinin yanında 7 mərtəbə bir imarət gördü. Qapıdakı nökərlərdən öz evinin yerini soruşdu. Dedilər ki, sən dediyin ev elə bu imarətdir. Əhməd elə bildi ki, onu elə səriyiblər. Bir də xəbər alıb: "Ay qardaş, məni ələ salma, düzündür, bura kimin evidir?" Bu bəhsdən və Əhmədin hayküyünü anası qapıdan çıxıb oğlunu qucaqlayıb dedi: "Ay oğul, yoxsa evlərini tanımırsan? Sən gedəndən sonra arvadın tikdirib." Bəli, Əhməd evə gəlib və evin cahu cəlalını görüb heyran qaldı. Padişahın qızı onu görüb qabağına çıxdı. Evin nə cür tikdiyini ondan soruşdu. Sonra Əhmədə bir dəst padişahlara layiq paltar verib və gözəl geyindirdi. Paltarları Əhmədə geyindirdikdən sonra dedi: "İndi hazır ol, gedək atamı qonaq çağıraq. O səndən nə soruşsa da düzünü de." Səhər olub qız padişahın bütün adamları ilə birlikdə evlərinə qonaq çağırdı.
Padişah qızı gilə gələndə evi görüb gözəlliyini inanmadı. Öz sarayı onun yanında bir təvlə hesabındaydı. Yeyib içdikdən sonra padişah Əhməddən soruşdu. Deyin görün bu cəlalı kim düzəldib? Ya evi kim tikibdir? Əhməd bütün əhvalatları başdan ayağa padişaha söyləyib dedi. Padişah sağ olsun, bu evi sənin qızın tikib. Qız bu sözləri eşidəndən sonra girib özünü atasına tutub dedi. Ata, indi gördün ki evi arvad tikər nə kişi. Padişah qızına doğru dediyinə inanıb qəbul etdi və başını aşağı saldı. Tazadan 7 gün, 7 gecə toy tutub qızını Əhmədə verdi. Siz də sevdiyiniz ən gözəl kitablardan, nağıllardan, oyunlardan və şiirlərdən video çəkib və bizə göndərin ki, həm öz adınıza bizim kanalımızda yayılsın, həm də bizdən hədiyyə alın.